Murad bəy, istəyərdim birinci danışaq Abbas Arakçının açıqlamasından. Çünki Hakan Fidan'la danışanda deyir ki, İran ərazisindən Türkiyəyə hər hansı bir zərbə endirilməyib. Ola bilər ki, deyilsin ki, zərbə endirilib, amma bilməyərəkdən və yaxud da hansısa bir yanlışlıqla bu addım atılıb. Amma İranın son vaxtlarda, elə müharibə başlayandan bəri ən çox səsləndirdiyi fikir odur ki, bizim ərazimizdən Azərbaycana zərbə endirilməyib, Türkiyəyə zərbə endirilməyib. Bu dəfə də dördüncü dəfə Türkiyə zərbə altına alındı, amma yenə də İran deyir ki, biz zərbə endirməmişik. Kim endirib sualı cavabsız qalır axı? Bilirsiniz, siz düzgün qeyd elədiniz. İranın Xarici İşlər Nazirinin bu ilə bağlı olan bəyanatları son dövr, xüsusi olaraq bu əməliyyat başlayandan sonra mən yada sala bilmirəm ki, o ha vaxtsa qonşu ölkəyə atılan atəşi etiraf edəsin. Bu günləri Birləşmiş Ərəb Əmirliklərinə mindən çox atəş həyata keçirilib İran tərəfindən. Amma bu ilə də bağlı heç onlar etiraf edə bilirlər. O ki, qaldı Türkiyəyə, bilirsiniz, bu artıq dördüncü zərbədir. Səhv bir dəfə olar, iki dəfə ola bilər. Amma əgər bu 4 dəfə balistik raketlərlə atəşə tutulur və burada aydın məsələdir ki, istiqamət İncirlikdəki hərbi bazadır. Ona görə ki, xəritəyə baxsaq, İncirlikdəki hərbi baza İran tərəfə yaxınlıqda yerləşir. Amma heç kim necə deyərlər özünü o yerə qoymur. Yəni o barədə ümumiyyətlə danışmırlar. Bəli. Türkiyə də iddia eləmir ki, İranın hədəfi nələrdir? Türkiyə də çalışır o münasibətləri oraya yerə çatdırmasın ki, Türkiyə bu hərbi əməliyyatlarda bu ya və digər formada iştirak eləməsini təsdiqləsin. Türkiyənin bugünkü diplomatiyasını biz görürsə, bu ancaq və ancaq Türkiyə bütün qüvvəti ilə, gücü ilə çalışır. Həm vasitəçi olsun, həm də bu əməliyyatlarda birbaşa olaraq iştirak eləməsin. Baxmayaraq ki, Türkiyə ərazisində NATO-nun hərbi bazası var və hərbi bazada təyyarələr yerləşir. Bəli, o hərbi bazadan birbaşa olaraq İrana qarşı istifadə olunmur. Amma vaxtilə belə məlumatlar var idi ki, orada radioelektron mübarizə təyyarələri yerləşdirilir və onlardan da istifadə olunur. Amma yenə qaydaq Arakçıya, bilirsiniz, artıq dəfələrlə biz Arakçı ilə bağlı məsələlər müzakirə eləmişik, o cümlədən sizin studiyada. Onun verdiyi cavablar, onun verdiyi izahatlar artıq hamı üçün aydındır ki, onlar həqiqəti əks etdirmir. Hansı səbəbdən bilmirik, o təsir altındadır və s. deyilənə görə İranda bu günləri hakimiyyətin içində müxtəlif proseslər gedir. Hətta prezidentin özü ülkəni idarə eləyə bilmir. O ki, qaldı Xarici İşlər Naziri haradasa müstəqil fikir söyləyə bilsin. Amma nəzərə almaq lazımdır ki, istər Amerika Birləşmiş Ştatları, istər İsraili hədəf siyahısı var. Hədəf siyahısından Arakçını çıxadıblar. Hansı məqsəd üçün çıxadıblar? Danışıqlar aparılır onun vasitəsilə və yaxud başqa məqsədlərlə biz bunu bilmirik. Yəni deyirsiniz ki, necə olur ki, rahatlıqla Abbas Arakçı ilə hökumətə dəstək yürüyüşü də var idi. Orada gəzir, müsahibə verir və heç bir halda hədəfə alınmır. Bəli, bu müəyyən şübhələr yaradır, amma bunun da cavabını biz müəyyən vaxt keçəndən sonra biləcəyik. Əməliyyatlar bitəndən sonra və s. İndiki məqamda onu müəyyən eləmək çətindir. Varmı bir ehtimalınız? Əlbəttə ki, müxtəlif ehtimallar var. Birinci ehtimal ondan ibarətdir ki, Amerika Birləşmiş Ştatları üçün də, İsrail üçün də lazımdır ki, hansısa bir vasitəçi olsun, onun vasitəsi ilə danışıqlar apara bilsinlər. İkinci, Abbas Arakçıya imkan verirlər çıxış eləməyə, onun vasitəsi ilə olan mövqeyi öyrənməyə. Üçüncüsü, məsəl üçün, Arakçının bu cür çıxışları əlbəttə ki, onlara sərf eləyir ki, bütün dünya ictimaiyyətdə görür ki, İran tərəfi baxmayaraq ki, bu tədbirləri görür qonşulara qarşı, amma bunu etiraf etmir və s. və s. Ən sonu da ola bilər ki, çox vaxtı deyirlər ki, və o gələcəkdə bilinəcək. Kiminsə gizli əlaqələri var Amerika Birləşmiş Ştatları. Bilirsiniz, maraqlı bir şey deyim. Donald Trump bir bəyanat verdi ki, biz İranla danışıqlar aparırıq yüksək səviyyədə, amma onun adını çəkməyəcəm. Ondan sonra İranın daxildə, rəhbərlikdə hamı bir-birindən şübhələnməyə başlayıb ki, görürsən bu gizli danışıqları kim kiminlə aparır. Ona görə bu müharibədə təkcə döyüş meydanında məsələ həll olunmur. O cümlədən təbliğatda da, mediada da və Trump tərəfindən ciddi psixoloji mübarizə də aparılır oralara qarşı. Trumpın bəyanatlarına fikir verir, səhər bir söz deyir, günorta bir söz deyir, çaşqınlıq yaradır İran rəhbərliyi içində və s.
Donald Trump'dan da bir açıqlama var ki, bu müharibə bitəcək. Ümumiyyətlə, Amerika Birləşmiş Ştatlarından gələn son mesajlar bu yöndədir ki, maksimum 2-3 həftə ərzində bu müharibə yekunlaşmalıdır. Hətta İranın hansı mövqe sərgiləməsindən asılı olmayaraq yekunlaşacaq və indidən bir sığortalama sistemi də var bu baxımdan ki, deyirlər ki, onsuz da biz bütün məqsədlərimizə çatmışıq. Müharibəni davam etdirməyin bir mənası da yoxdur. Bunun üçün lüzum da görmürlər. Müharibə bu şərtlərlə, yəni hazırda gördüyümüz mənzərə ilə yekunlaşsa, sizcə necə şərh olunacaq? Yəni necə bir geri dönüş olacaq həm Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump üçün, həm də İran aspektindən? Biz müharibə deyəndə biz nəzərə almalıyıq ki, hər bir tərəf üçün müharibə sözü hansı məna əks etdirir? Məsələn, müharibə deyəndə məqsəd, tutaq ki, Amerika Birləşmiş Ştatları elan eləyə bilər ki, bizim məqsədimiz ondan ibarət idi ki, İranın nüvə proqramını məhv eləmək, İranın raket proqramı, raket potensialını məhv eləmək, İranın proksi qüvvələrini zərbələr endirmək, məsələn, İranın hərbi hava qüvvələri, dəniz qüvvələrini və s. məhv eləmək. Əgər bu prinsipdən irəli gəlir isə, müəyyən dövrdən sonra, əlbəttə ki, bu hədəflər hamısı bitəndən sonra Amerika tərəfi bunu elan eləyə bilər. Amma baxaq görək, müxtəlif yanaşmalar var. Müharibə deyəndə bəziləri burada İranda rejimin dəyişilməyi nəzərdə tuturlar və s. Ona görə bu baxımdan indiki mərhələdə qiymət vermək çox çətindir və nəzərə almaq lazımdır ki, Trump, mən deyə bilərəm ki, bu gün dövlət rəhbərlərinin içində ən güclüsüdür, ictimai fikrin manipulyasiya eləməsi üzrə çox böyük ustadır. Fikir verin, onun bundan da əvvəl, əməliyyatlar başlamaqdan da əvvəl o sülh danışıqlarından danışırdı İranla və s. və qəflətən əməliyyatlara başlayırdı. İndiki mərhələdə də çox böyük ehtimal ki, bu cür danışılma, danışıqların olması və paralel olaraq Amerika Birləşmiş Ştatlarının quru qoşunlarının hazırlanması və regiona gətirilməsi. Bilirsiniz, bu günləri Amerika Birləşmiş Ştatları özünün ən elit hərbi qüvvələrini, məsələn, 82-ci aviadesant diviziyasını Körfəzə göndərib, 31-ci və 11-ci dəniz piyadaları, onlar xüsusi hazırlanmış dəniz piyadalar qruplarıdır, onları göndərib və Venezuela əməliyyatında iştirak eləyən gecə reycerləri deyilən bir heliopter diviziyası var. Həmən o heliopter diviziyası da artıq yerləşdirilib regionda. Bunlar hamısı hansısa əməliyyatdan olmasından bizə məlumat verir. Və paralel olaraq Trump'ın bu cür danışıqları çox güman ki, yenə də o ictimai fikri yayındırır və o əməliyyatı həyata keçirmək üçün, nəzərdə tutulan əməliyyatı həyata keçirmək üçün şərait yaradır. Bir xəbər də var. İsrail ordusunun baş qərargah rəisi Eyal Zamirdən açıqlama verilib. Deyib ki, İrana hücumlar dərin və sistemlidir. İran artıq sadəcə cəbhə deyil, əsas missiyası İsrail dövlətini məhv etmək olan şər oxunun mərkəzidir. Və Zamirin sözlərinə görə İsrail Amerika Birləşmiş Ştatları ilə birlikdə İrana dağıdıcı və ölümcül zərbələr endirib. Onların komandanlıq zəncirinin böyük hissəsini sıradan çıxarmışıq. Komandanlıq və nəzarət imkanlarına, eləcə də silah istehsalı müəssisələrinə ciddi ziyan vurduq. İsrail vətəndaşlarına raket atmaq qabiliyyəti zəifləyib. İran səması və digər yerlərdə İsrail ordusu üçün misli görünməmiş hərəkət azadlığı yaratdıq. Bir daha bu məsələ üzərində istəyərdim dayanaq ki, Murad bəy, artıq sanki müharibənin yekunlaşması ilə bağlı biz siqnalları görürük. Yəni, adətən müharibə yekunlaşanda tərəflər öz uğurlarından danışırlar. Biz bunu etdik, onu bacardıq şəklində mesajlar ötürürlər. Artıq həm Amerika Birləşmiş Ştatları, həm də İsrail tərəfi öz hədəflərdə çatdığını açıqlayır. Amerika Birləşmiş Ştatları tərəfini danışdıq. Bir də İsrail tərəfindən mövzuya toxunsaq, İsrailin məqsədi sizcə bu hədəflərə çatmaq idi, yoxsa daha artığı idi? İsraillə Amerika birgə fəaliyyət göstərirlər. Hədəflərə vurma zərbələrinin də bir yerdə koordinasiya ilə, hətta öz aralarında bölüm də var. Amma əlbəttə ki, məqsədlər biraz fərqlidir ABŞ-la İsrailin. İsrailin məqsədi öz ərazisini, öz dövlətini, təhlükəsini təmin eləməkdir. Amerika Birləşmiş Ştatlarının məqsədləri biraz genişdir. Burada dünya neft bazarına nəzarət etməkdir və s. bu baxımdan. Amma ümumiyyətlə götürəndə sizin fikrinizi təhlil eləsək, burada bir neçə məqsəd daşına bilər. Birinci, ictimai fikrə siqnallar. Nə üçün?
dünya bazarında neft qiymətlərinə təsir eləmək məqsədi daşıya bilər, bu bir. İkincisi, Amerika Birləşmiş Ştatlarında biz görürük ki, solçu qüvvələrə məxsus olan mətbuat qüvvələr ABŞ prezidentə qarşı bu məsələ ilə bağlı müxtəlif təzyiqləri artırırlar, bunun qarşısını almaq və s. Amma texniki baxımdan baxsaq, əlbəttə ki, İran ərazisində olan hədəflərin böyük əksəriyyətini, demək olar ki, 80%-ni artıq zərbələr endirilib. Ümumiyyətlə, hədəf qalmayacaq ki, hərbi hava qüvvələri onları dağıtsınlar. Bu baxımdan aydın məsələdir ki, hərbi əməliyyatlar məhz bu hindiki keçirilən faza kimi uzun müddət davam edə bilməz. Çox güman ki, 2 həftə içində bitəcək. Ümumiyyətlə, heç hədəf qalmayacaq onları zərbə endirmək üçün. Amma ondan sonraki məsələlər, bir çox məsələlər var. Onlar hansı formada davam eləyəcək? O da var. Birincisi, mən sizə deyim, məsəl üçün İranın balistik raketlərlə İsraili vurmaq imkanları. Baxın, görün. İlk günü, müharibə başlayanda 28-i, İran İsrail tərəfə 280-ə yaxın balistik raketlərin zərbəsini endirmişdi. Dünənləri bu zərbə ancaq 5 dənə oldu. Yəni, bu faktiki olaraq o potensialın nə qədər zəiflədiyini göstərir. Bu baxımdan, yəni, doğrudan da böyük hədəflərə, əsas hədəflərə onlar çatıblar. Amma qalan hissə ilə bağlı, əlbəttə ki, müəyyən tədbirlər eləyəcəklər. Və yenə də qayıdıram, əlbəttə ki, bunu ABŞ, İsrail birbaşa olaraq açıq demir, rejimin dəyişilməsi. Onlar hər zaman deyirlər ki, rejimin dəyişilməsi bu İran xalqının öz işidir. Bu baxımdan onlar bu işləri bitirəndən sonra, İran dövlətini zəiflədəndən sonra, istər hərbi cəhətdən, istər iqtisadi cəhətdən, bundan sonra zəmin yananacaq orada həmən o, bundan əvvəlki qüvvələr ki var idi, 100 minlərlə insanlar küçələrdə olanlar, onlar öz etirazlarını hesab edirəm ki, bu məqamda istifadə edib küçələrə çıxacaqlar. Bax, bu proseslər var. Ona görə birmənalı olaraq təhlil eləmək indiki zaman çox çətin olur. Bir də İsrailin baş naziri Benyamin Netanyahunun açıqlaması var idi. Qrafik təsvir üzərindən istəyərdim ki, bu açıqlamanı da ekrana gətirək, detalları təqdim edək, daha sonra müzakirəmizi aparacağıq. İran İsrailə qarşı terrora 1 trilyon dollar xərclədi və bunun hamısı boşa çıxdı. Hərbi kampaniya hələ başa çatmayıb və hazırda Tehran zəif, Təl-Əviv isə güclü vəziyyətdədir. İsrail İranın yaratdığı hərbi infrastruktur və təsir dairəsinə ciddi zərbələr endirib. Biz İranın ətrafımızda qurduğu qüvvələr halqasını dağıtmışıq. Qəzza, Suriya və Livanda təhlükəsizlik zonalarını möhkəmləndirmişik. İsrail artıq Birləşmiş Ştatlarla birlikdə hərəkət edir və yeni ittifaqlar formalaşır. Sübut elədik ki, hava hücumundan müdafiə sistemimiz dünyada ən yaxşıdır. Əlbəttə ki, İran da buna bənzər açıqlamalar verir. İrandan gələn açıqlamalarda da deyilir ki, Amerika Birləşmiş Ştatları və İsrail öz hədəflərinə çata bilmədi. Bizi bu müharibədə məğlub edə bilmədilər. Düşündüklərindən fərqli bir mənzərə yarandı. Netanyahu isə deyir ki, bu müharibə həm də göstərdi ki, Tehran zəif, Təl-Əviv güclü tərəfdir. Əlbəttə ki, bu da sual doğuracaq bir nüansdır, amma Qəzza, Suriya və Livan məsələsinə istəyərdim toxunaq. Çünki Livan bilirik ki, həm də Hizbullah qruplaşmasına qarşı da mübarizə aparırdı paralel. Sizin fikrinizcə, İsrail Livana qarşı belə bir gərgin vəziyyətdə niyə müharibəni alovlandırdı? Birincisi, burada səbəb var. Livan ərazisində bilirik ki, Hezbollah qrupları yerləşdirilib və bu müharibə başlayanda çox güman ki, İranın təzyiqi nəticəsində həmən Hezbollah qrupları İsrailə qarşı müharibə elan elədilər və İsrailə qarşı öz ərazilərindən raket atəşlərini həyata keçirdilər. Bu baxımdan onlar çəkinirdilər ki, İsrail İranla müharibə apara-apara və ikinci cəbhədə müharibəni açmaq onun üçün çətin olacaq. Amma buna baxmayaraq, İsrail bu vəziyyətdən istifadə edib, paralel olaraq İranı zərbələr endirməklə Livanda quru əməliyyatlara başlayıb. Nəinki quru əməliyyatlara, hətta hərbi hava qüvvələri vasitəsilə Hezbollahın nöqtələrinə zərbələr endirib və hətta orada bir bufer zonası var. Bufer zonasında genişləndirməyə artıq Livan ərazisinə daxil olub. Livanın özündə də Livan hökuməti Hezbollahın təsiri altında idi. Amma bugünkü ümumi reallığı nəzərə alaraq biz görürük ki, Livan hökuməti özü də artıq Hezbollah'a qarşı ciddi addımlara başlayıb. Livan əhalisi də Hezbollah'a qarşı ciddi addımlara başlayıb. Bu baxımdan mən düşünürəm ki, İsrail bu vəziyyətdən istifadə eləyərək, İranın zəifləməsini istifadə eləyərək Livandakı əməliyyatlarında müəyyən doğrudan da ciddi nailiyyətlər əldə edə bilib. Murad bəy, təşəkkürümüzü bildiririk sizə. Minnətdarıq studiyamıza gəldiyiniz üçün, fikirlərinizi bölüşdüyünüzə görə.